Dostlar salam. Deməli, gəmi siqnalının açıqlaması gəlir. Bizə lazımdır bir dənə, haradasa bax bu boyda 50-60 sm uzunluğunda turba. Bir də onun 3 sm kusoku, bir ədəd şar və bir ədəd balaca xamut. Gördünüz? İndi biz birinci işimiz bu balaca kusoku bu şarın içinə keçirməkdir. Gördüğünüz kimi balacanı keçirdik bunun içinə. Gördünüz mü? Bunun içindədir. İkinci, burasını keçirdirik turbanın bu hissəsinə. Və gördünüz, plasmas da bunun içindədir. Və bunu belə əyirik. Əyəndən sonra bu xamutla bağlayırıq. Bu hissədən xamutla bağlayırıq. Amma xahiş edirəm, yaşayış yerindən uzaqda istifadə eləsin uşaqlar. Çünki səsi çox kobud çıxır. Və nəticə olaraq əldə etdiyimiz gəmi siqnalı. İndi yoxlayaq. Takip edin. Planda başqa siqnallar da var. İnşallah onları da sizə göstərəcəm.